Bu videonun sonuna qədər təxminən 258 uşaq dünyaya gəlmiş və 120 insan bu həyatdan köçmüş olacaq. İndi isə bir anlıq dayan və düşün, biz bu kainatda nə qədər önəmliyik? Səni narahat edən, gecələr yuxunu qaçıran problemlərini düşün. Səncə bir neçə ay sonra o problemlər yenə bu qədər vacib olacaq? İnan mənə, olmayacaq. Hətta geriyə baxanda özünə absurd gələcək ki, mən bütün bunlara görə özümü niyə məhv etmişəm? Keçmişinə bax, vaxtilə sənə əzab verən o problemlər indi zərrə qədər vecinədir. Biz bu kainatda bir toz zərrəsi qədər belə deyilik. Sadəcə başını qaldır və göyə bax, o sonsuzluğa bax. 100 il sonra hazırda yaşayan 8 milyard insanın demək olar ki, heç biri bu həyatda olmayacaq. Hazırda yaşadığımız evlərdə, gəzdiyimiz küçələrdə başqaları olacaq. Adımız, dərdlərimiz, kim olduğumuz belə unudulacaq. Bir düşünsən, ulu babanı, ulu nənəni nə dərəcədə tanıyırsan? Onlar da bir vaxtlar sənin kimi yaşayırdı, problemləri var idi, amma indi sadəcə xatirələrdədirlər. Ona görə soruşuram, bütün bunlara dəyərmi? İnan mənə, bu dünya ciddiyə alınacaq bir yer deyil. Ona görə də necə gəldi yaşa, dərdini böyütmə. Həyatı belə yaşamalısan. Əks halda azad bir insan deyil, sadəcə görünməyən bir zindanın dustağı olursan.